Sirri hələ də açılmayan pilləkənlər, möcüzə yoxsa mühəndislik şahesəri? 1873-cü ildə Yeni Meksikada dini dərsləri dəstəkləmək üçün Loretta kilsəsi tikildi. Kilsə fransız memar Antonio Molini'nin planı ilə tikildi. Amma tərslikdən tikinti başa çatmadan memar dünyasını dəyişdi və kilsənin içərisində ayin bölməsinə çıxmaq üçün lazım olan pilləkənlər yox idi. İbadətlərini tam olaraq yerinə yetirə bilməyən rahibələr 9 gün dülgərlərin qoruyucusu Əziz Jozefə dua etdilər. 9-cu gün at belində yaşlı bir kişi kilsəyə gələrək onlar üçün pilləkənləri tikməyi təklif etdi və material olaraq sadəcə taxta, bir ədəd mişar və bir qab isti sudan istifadə edərək sirri hələ də açılmayan bir şahesər yaratdı və pilləkənlərin tikintisi bitdikdən sonra heç bir ödəmə almadan bir anda qeyb oldu. Hələ də o sirli istedadı olan dülgərin kimliyi bilinmir. 33 pilləli və 360 dərəcəlik 2 tam dönüşə sahib spiral pilləkənlərdə heç bir mismar, yapışdırıcıdan istifadə edilməyib və müasir mühəndislər spiralvari bu tikilinin mərkəzində heç bir dayaq olmadan necə durduğunu tam olaraq açıqlaya bilmirlər. Bəs sizcə bu həqiqətən bir möcüzə idi, yoxsa mühəndislik şahesəri? Fikirlərinizi şərhlər bölməsində yazın. İzlədiyiniz üçün çox sağ olun.